Necə edək ki, təzə ili sağlam psixologiya ilə qarşılayaq? Əgər bu sual səni də düşündürürsə, yaxın əyləş. İnsanların təzə ilə başlayarkən etdiyi ən böyük səhv birdən-birə dəyişimi gözləməkdir. Lakin bu qeyri-real bir yanaşmadır. Çünki insan sinir sistemindən, avtomatik alışqanlıqlarından və vərdişlərindən ibarətdir. Və bunları dəyişmək, yeni vərdişlər formalaşdırmaq heç də bir anda, bir gecənin içində baş verəcək bir şey deyil. Məqsədlərimizi, planlarımızı zamana yayaraq həyata keçirməyimiz daha sağlam olacaqdır. Bayram bitdikdən sonra əhval-ruhiyyədə yaranan düşkünlük motivasiya azlığı gətirə bilər. Bu normaldır. Belə olduqda zinciri qırmaq yox, az-az addım-addım davam etmək daha sağlamdır. İnsanların etdiyi ən böyük yanlışlardan biri isə özünü başqalarıyla müqayisə etməkdir. Bugünkü günümüzdə sosial şəbəkələrdə çevrəmizdəki insanların həyatı bizim həyatımıza həddən artıq çox sirayət edir və özümüzü davamlı başqa insanlarla müqayisə edərək yetərsiz edirik. Bu davranışı tez ildə stoplamağımız sizin üçün ən önəmli fayda verəcək davranışdır. Özünü müqayisəni dayandır, kiçik və real addımlarla irəlilə. Təzə ildə sənə uğurlar arzulayıram.